xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Kanalıma abunə deyilsinizsə, abunə olmağı unutmayın. Bu günlərim sizə ev vlogu paylaşacağım. Ev vlogunun içərisində də əmim qızımla paylaşacağım. İnşallah bu günlərim sizə gələcək. Uzun zamandır yox idi. Bilirsiniz, Moskvada yaşayır. Çox da məni izləyənlər bilir. Geçən yay gəlmişdi, hamiləydim. Bu dəfə gəlir qucağında bəbəklə. İnşallah çoxlu sevəcəyik Mironu. Bu arada bəbəşin adı Miro'dur. Birlikdə vaxt keçirərik. Həm sizə əyləncəli olar, həm də mənim üçün çox əyləncəli olacaq. Çünki həm əmim qızı üçün darıxmışam, həm də uşağı canlı ilk dəfə görəcəm. Həmişə ya şəkillərdə, ya videolarda, ya da belə telefondan görüntülü görmüşük. Amma bu dəfə ətli canlı görəcəyik, sıracıyıq. Mən şahmat dərsinə gedirəm. Şahmat, Lego. Legoları belə yığırlar. Sonra işlədirik. Nazlı'nın dərsi aparacağım. O dərsdə olduğu müddətdə də mən yemək bişirərəm. Yəqin ki, Nazlı'nı götürdüyüm vaxtda da əminə gəlmiş olar. Ya bir yerdə götürərik Nazlı'nı, ya bilmirəm. Nə olacaqsa artıq çəkməyə çalışacağım sizə də. Gedim pastellərin üzünü falan çıxartmışam. Bilirsiniz, məndə bu artıq adət halındadır. Çoxdan izləyənlər bilirlər. Kimsə uşaqlı gələndə bizə istəyir eltim olsun və yaxud da istəyir kimsə qohumlardan da fərqi yoxdur. Uşaqlı gələcəksə və yaxud bizdə qalmaq kimi bir ehtimal varsa, mütləq pastelləri dəyişirəm ki, gələndə uşağı yatıranda, bilirsiniz, körpə ilə evə getmək necə olur. Hər an uşağın yuxusu gələ bilər, yatızdırmaq lazım ola bilər. Gönül rahatlığı ilə harda istəyir yatırda bilsin deyə bütün pastelləri dəyişəcəm. Daha doğrusu çıxartmışam, artıq qalıb düz demək. Bir qismini atmışam maşına yuyulub, bir qismi də o bitdikdən sonra inşallah yağış yağmaz. İkinci partiyanı yumadan saxlamalı olmaram. Yağış yağacaq kimi deyil axı. Şimdi nə saracam? Yenə özlədim, heç nə çəkmədim, çünki tələsirəm. Pastelin üzünü də salım. Bir dənə balışları özləmədim, çünki bunun öz balış üzlərini salmaq istəyirəm. Onlar çox qəşəng yumuşaqdır. O da tez quruyur zaten. Yuyulsun, sərəcəm, qurusunlar. Təzdən gətirib onları sərəcəm. Elə bil ki, heç balış üzüm falan yoxdur da. O cürə. O qədər alışmışam ki, ya bunu istifadə edirəm, ya da ki, qırmızı dəsti ən çox olar. Çox yoruldum. Əlimdə yüklə gəlmişəm deyə təngə nəfəsim. Bitirdim, hamısını attım yerə. Bir dənə tez üstümdəkini çıxardım. Üstümdəki deyəndə bir dənə üstün geyindiyim vetrovkanı çıxardacağım. Burada bir yığın yolası gözləyir mənə. Maşında paltar var. Yarımçıq saxlayıb getmişdim. Bunları çıxardım. Başladım yemək hazırlığına. Bu arada Miro üçün də belə bulud pano hazırlayacağım. İzləyicilərdən biri rəylərdə yazmışdı ki, bəs o unicornlu divar askısını hardan almışsınız? Mən bunları özüm hazırlayıram. Oğlanlar üçün belə ayıcıqlı hazırlayıram. Bu cürə qızlar üçün də unicornlu hazırlayıram. Rahat danışa bilmək üçün maşını saxladım. Tam sakitləşsin. Tamam. Sosiska aldım. Sabah səhər zavtraka yemək üçün yumurta aldım. Keks bişirəcəm.
Sonra pendir aldım. Pesok aldım. Düzdür var evdə, amma biraz da dedim olsun. Çünkü şirniyyat da pişireceğim. Yani keks pişireceğim olsun. Süt aldım. Sok aldım. Göyərti aldım. Biraz biber, biraz da badımcan aldım. Badımcan 3-4 tane evdə də var. Ona göre çok almadım. Xırda badımcan aldım dolma için. Düyü aldım. İndi bunu koyacağım içmeye. 3 bacı eləyəcəm. Çünkü Əminə 3 bacını çok sevir. Bir de düyü eləyəcəm. Bundaki biz hamımız sevirik. Eşat 3 bacını o kadar da sevmir. Məcburiyyətdən yeyir deyə. Dedim onun da könlüncə olsun. Həm də Əminə üçün. Bilmirəm gələndən ona aş pişiriblər yoxsa yox. Böyük ehtimal ki pişirmiş olarlar. Ama pişirməyiblərsə də bizdə yemiş olar. Bir də çörək aldım. Başqa heç nə almamışam. Almamışam yox. İndi tez bunu suya qoyum. Onları təmizləyim. Əti çəkim. Hamısını eləyim ki çatdırım.
Sarı kök. Bir şey danışım sizə. Saata baxdım, evdəki saata, içəridəkinə. Gördüm ki, saat 3-ə qalıb. Dəli oldum ki, ay aman, uşağı unutmuşam dərsdə də, bəs saat 2-də götürməliydim. Sən demə, saat, qolumdakı saatda 1 saat geri göstərir. Belə təəccübləndim ki, ola bilməz də ki, mən bayaqdan iş görürəm, çoxdan gəlmişəm də, belə, yəni az ola bilməz ki, vaxt keçib. Hə, nə başınıza ağrıdım. Evdəkinə baxdım, dəli oldum. Tez telefondakına baxdım, gördüm, yox, hələ 2-yə işləyib. İndi mən bunu tez eləyəm, qoyum üstünə ki, mən gedib Nazlını götürənə kimi. Burada ət pişdi, altını söndürmüşəm. Bir dənə qalıb aşqaran əti. O, inanmıram, tez pişəm. Əsas dolmaları doldurup koyarım. Bu arada bu qazmaq olacaq. Nazlını dərsə iki daşın arasında həm paltar asmağa çalışacağım, həm indi yulanlar var. Onları ucu gələndə asaram. Hələ bir dəfə də atacağım yuyulmağa. Mən gedim gəlim, ola bilsin əynimdəkiləri də atım yuyulsun.
inşallah həll edərəm. Bunu biraz burada belə eləyək. Bu olana kimi buradan da biraz badımcanları belə əzək. Vaxt itirməyək. Qazmağı qazın üstünə qoydum ki, bir balaca altı belə öpüşlənir. Nə deyim, nə deyirlər ona? Bul eləyir. Ondan sonra götürüb üstünə başlayıram düyünü əlavə eləməyə. Bunlar belə eləyəndə içi qəşəng açılır. Əlimizi yandırmadan bura. Baxın belə bır eləyir yağ. Bismillahirrahmanirrahim. Allah utandırmasın. Qəşəng ol. Əmi qızı. Geç gələndə belə olur, bax. Qarnını doyuracam, yeni hallərə düşdüm. Allah haqqı fağırım. Heç qabağına nə qoysan yiyər də, elə xasiyyətdədir. Heç nə də gözü yoxdur. Nə bişirmisən ona, nə bişirməmsən, nə yedi burada, nə içdi burada. Heç nə vecinə olan biri deyil də. Amma ki, gec gəlir deyəni də. Mən özüm də istəyirəm ki, qəşəng olsun da. Keçən il o gələndə çox da görüşə bilmədik. Nazlı xəstələndi, biz balnitsalara düşdük, şeytan qulağına qurğuşun. Üzü çıxmış. Düzəməlli görə bilmədim. O da hamilə idi deyə. Nazlı qızdırırdı, nə bilim, boğazı falan üstündə idi. Onun keçməsin deyənə görüşə bilmədik. Elə bir dəfə gördüm, 2 dəfə gördüm. Bir gələndə gəldi bizə gördüm. Bir də getməmişdən bir gün qabağı idi, yoxsa 2 gün qabağı idi. Getdim mama gəldi, orada gördüm. Yəni ki. Saçlarım beyazlamış. Kimse görmüyor. Seni benim gibi kimse sevmiyor. Ne biliyorlar benim halime. Gelmişim, geçmişim. Sayılmış. Hatayı tespit yapmış. Ağlıyormuşum. Tələsən təndirə düşər deyirlər. İnşallah mən təndirə falan düşmərəm. Bu arada mənim rəhmətlik nənəm deyirdi ki, heç vaxt aş bişirəndə qaşığı aşqazanın kənarına vurmayın. Çünki onda bilirsiniz də yer olmayanda həmişə belə çalxalayırıq, qabı vururuq ki, yerləşsin də nəsə. Düyüdə elə bir şeydir. Kənarına vurdun, yapırxılla bir-birlərini keçirlər. Diri-diri qalsın istəyirsinizsə gərək qaşığı qazanın kənarına şaqqıllatmayasınız. Bu da nənəmdən mənə, məndən də sizə. Bilməyənlər üçün. Bu arada mənim qaynanamın da heç xoşu gəlmir. Qaşığı qazana şaqqıllatmaqdan. Dəli olur eləyəndə. Mamam deyəcək, nə qədər sarı kök tökmüsən.
Mən də həmişəki kimi cavab verəcəm. Mən sarı kökü çox sevirəm. Bizdə mamam həmişə deyir ki, sarı kökü çox vurursan. Mən də ki, sarı kökü çox xoşlayıram. Təsəvvür edin, kartoşka qızardanda da sarı kök vururam. Yemək bişirim, qıyma eləyim. Hər şeyə sarı kök vururam. Hər şeyə. İndi bir dənə də şey öyrədəcəm sizə. Sonra demədi deməyin. Görürsünüz, düyüm artıq qalmışdı. Buna baxın. Biraz belə yapışmış gördünüz. Çünki həlimlidir. Bunun həlimini yuyuram soyuq suyla. Soyuq suyu açırsınız. Üstünə qəşəng-qəşəng yuyursunuz. Yandan sonra baxın dən-dən oldu təzdən. Düyünü dən-dən istəyirsinizsə olsun. Belə yumuş-yumuş olsun istəmirsinizsə ki, biz yumuş-yumuş olanda daha çox xoşlayırıq. Düzdür, bu da indi dəmə düşəndən sonra suyu buxarlanacaq. Tam olaraq süzülməyib, ona görə belədir. Suyu buxarlandıqdan sonra olacaq çiçək. Bunu qəşəng yuyursunuz. Bir qaba tökürsünüz. Ağzını bağlayırsınız. Gedir buzluğa. Xaladenikə yox ha, buzluğa. Qoyursunuz. Haçan təzdən aş yemək istədiniz. Evdə şipşək isidirsiniz. Daha doğrusu süzgəcə tökürsünüz. Suyun altında təkrar yuyursunuz. Yağının sarı kökünü atırsınız. Biraz pişirirsiniz bir yerdə, qovurursunuz. Nə bilim istəyirsiniz dəmə qoyursunuz. Çünki dəmə qoymamışam bunu. Sonra da yeyirsiniz. Nuş. Buraya ne hallerdesən? Resmen zamanla yarışım, qaçıb çıxmalıyım. Qabları yudum tez. Yeməklərin altını söndürdüm. Bir dənə aşının altı qalır. Zaten uzağı 15 dəqiqə evdəyəm. Paltarları çıxartdım, qoydum bura ki, qaydanda yadıma düşsün, tez asım. Nazını qaqaşa zəng elədim, tapşırdım ki, o bu günlər günorta gəlir işdən. Götürsün, iyi ki avtobusa minməmiş, ağlı elədim. Zəng elədim. O ay təngə nəfəs qoxdum, Allahım yarabbim.
işləmək istəyirsən deyə. Sonra sonra Take me back to a place where I felt at home. Take me back to a day when we weren't alone. Take me back to an age when the world felt small. Way back before we blew it all. Take me back to a place where I felt at home. Take me back to a day when we weren't alone. Take me back to an age when the world felt small. Way back before we blew it all. Too many things going on, I can't keep track of them all. From people dropping a bomb to people putting up walls. I feel like life is on hold, perception stuck in a vault. I know that time can heal all, but how much time till we fall? It's awfully chilly outside when there's no shelter to hide. When everything is a lie, you'll find that out in some time. But when the things on your mind are all considered a crime, communication aside, we'll all just fight till we die. Is this an argument or just the start of it? Either way, I don't wanna be a part of it. Can I just get some space? I don't have the heart for this. I can't be picking up the pieces, fixing scars from this. Is this an argument or just the start of it? I wanna drive away so I can be so far from it. I wanna find a place where no one breaks their promises. Or maybe drown myself in something that is bottomless. Take me back to a place where I felt at home. Take me back to a day when we weren't alone. Take me back to an age when the world felt small. Way back before we blew it all. Take me back to a place where I felt at home. Take me back to a day when we weren't alone. Take me back to an age when the world felt small. Way back before we blew it all. I know that things seem bad, but they could be much worse. There's always someone else who has a greater curse, a greater thirst, a hunger, pain, and mercy. Just find whatever you got and try to be thankful first. I wanna feel again, I need a couple friends. I never really understood just how the story ends, but I can feel it's tense, don't know the consequence, the volatility of like my own. Nazlı təklif elədi ki, otağı Nazlı təmizləsin. Mən də icazə verdim. İndi Nazlı buranı siləcək. Həm görək Nazlı nətər siləcək. Qəşəngmi silir, pismi silir. Ona kimi də mən kekə baxaram, işmək üzrədir, paltarları toplayaram, yulanları da sərərəm. Nazlı da buranı silsin. Nazlı buranı bir dənə göstərir bir şey. Bax, buralara belə edirsən. İşte, ora bax da şiva buraya.
belə edirsən, istəyəndə şey olsun, bunu belə döndərərsən, bax girir. Gördüm, stulları tərpətməyə gərək yox. Tozlarını sil. Arkadaşlar sahne izlersin. Yorulsam oraya oturacağım ve biraz dinlerim. Bu arada saat 3'te artıq bütün yeməklərim hazır idi. Demək var ki, zamanla yarışdım. Saat 12'də başlamışdım, saat 3'də bitirdim. Həm plovu, həm aşqarasını, həm də 3 bacı dolmanı bitirdim. Çaydı, kekdi, hətta kekim demək olar ki, duxovkadaydı. Bir dənə çıxartmaq qalmışdı. Çayımı qoymuşam, çayımı dəmləmişəm. Evi təmizlədik falan, saat 5. Düz 5 tamamdır. Bütün işlərim bitibdi. İndi gedib biraz oturacağım, dincəlim. Yoruldum, qaça-qaçla. Düşünürdüm ki, lap tez gələr birdən. Çatdırmaram, amma çatdırdım. Ay Miroş, hara gəlmişsən sən? Hara gəlmişsən sən? Al, de bunu. Miroş, ətiklərini yiyim, ətiklərini yiyim, ətiklərini yiyim. Axını yiyim, ədə. Her şeyi de getireyim. Gülşen kızı tüm kaldı oyuncaklar döktük ki apar bunu oynatsın ya. O da çok Hara gəlmişsən sən? Bize o şəkər gəl. Hay gedib, hay qalıb. Başka gör. Bak yedim. Miro yedim. Miro kaçır. Miro. Gel salam ver Miro'ya. Miro'ya salam. Gel ha. Kucuyla. Kuç? Koylar. Ay, yarpaq saldım yerə. Soruşursa, baxırsan mənə. Soruş ver olar. Soruş. Soruş Можно? Fatih. Dere можно, Miro? Hara gedirsə fayda olur. Kek pişirib bir orada. Ya yiyin ya da yeməkdən sonra yeyərsiniz. Aklarını mı? Aklarını. Akını yiyeyim, akını yiyeyim. Vereyim. Akını yiyeyim. Gıcı 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 gıcı. Ayhan Ömer. Gel gel. Ha, yiyip kalanlıyor. ha. Aş vereceğim. Miroş'um? Ha Miroş'um? Miroş'u biz oraya gidelim hemen yanında olur. Ben de onu He divanda ile koyuyorum. Dana burada otursun. Uzak yanıma. Boy çatacaq. Ben Ömərin çatmayacaq. Hamısını yapsana. Nazlı səni mən yedizdirəcəm. Ha? Diyanda diyan. Nə bilim. Soyuktu o. Yavaş, yavaş şəkəri. Yavaş. Şeyim oldu. Nyanyak.
Annenak. Ana. Hmm. Ana. Hmm. Ana. Miroş. Miroş. Balsan sen. Hə? Yiyib içib keyflənmişlər oxşayırsan la. Belə uzanmısan. Ix. Hmm? İndi bu. Miroş. Miroş, 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 Miroş. Miroş, Miroş, Miroş. Aa, Miroş, Miroş. Aa, Miroş, Miroş. Oy. Sonra nədir? Keçid gör, sonra nədir? Elə də. Görməmişdin məni? Bitti. Biz bittik. Ama mermi oldu yapışacak. Mermanla. Mermi bittik. Yazıq gücü çatmır. Bunu çox böyük eləmişik. Gəlirəm indi. Sən də görəcək uşağı. Miroş. Məni yalanma Miroş. Dodağım yapıştı. Çox dadlıdır da ona görə. En tatlısı budur. Ay, yapıştım. Bıraxmır, nə olur, saçımı tutub. Yolur. Yolar yavaş. Yolan vaxtıdır. Öz saçını yolmur be. Xalanın balı. Anne saçını yolmursan. Benim saçımı yolursan. Benim saçımı